Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Cümlə düzəltməyi bilirik. Həmçinin isim sifət söz birləşməsində düzəldə bilirik. Bugünkü dərsdə başqa bir söz birləşməsini götürürük. Bizim dildə ona deyirlər təyini söz birləşməsi. Ərəb dilində ona deyirlər izafə. Yəni sən nəyəsə nisbət eləyirsən. Allahın kitabı, məsələn belə söz birləşməsi. Kitabı Allaha nisbət eləyirsən, mənsub edirsən. Peyğəmbərin dini, yəni kimin dini? Peyğəmbərin dini. Dini peyğəmbərə nisbət eləyirsən. Allahın, peyğəmbərin. Həmçinin müsəlman evi, yəni müsəlmanın evi də ola bilər. Onda müəyyən bir müsəlmanın evi, yaxud müsəlman evi, hər hansı bir müsəlman evi. Yəni bu da həmən o izafə formasında qurulur. Deməli bu söz birləşməsini ərəb dilində qurmaq üçün nə etməliyəm? Yenə də burada söz ardıcıllığı bizimkindən tamam əks olacaq. Bizdə birinci deyirik kimin, yəni Allahın nəyi? Kitabı. Kimin? Peyğəmbərin nəyi? Dini. Amma ərəb dilində əksinə olacaq. Birinci, yəni nəyi nisbət edirik? O gələcək, məsələn, kitabı. Sonra isə kimə yaxud nəyə onu nisbət edirik? O söz gələcək. Və bu söz birləşməsinin xüsusiyyətləri nədir? Bax, fikir verin, birinci söz, yəni nəyi nisbət edirik? O olacaq əlifləmsiz, bax, əlifləm olmayacaq, qətiyyən heç vaxt. Və həmçinin tənviri də olmayacaq. Hardasa, bax, ərəb dilində, oxuyanda, Quranda, əgər belə bir söz gördünüz ki, belə baxanda isimdə, aha. Amma tənvirində yoxdur, əlifləmi də yoxdur. Dərhal ondan sonraki sözə baxın, çünki ola bilər ki, artıq o izafədir. Deməli, kitabu, burada nə əlifləm yoxdur, nə tənvin yoxdur. Birinci söz, dinu, əlifləm yoxdur, tənvin yoxdur. Beytu, əlifləm yox, tənvin yox. İkinci söz isə, yəni biz nəyə nisbət edirik? O olacaq, bax, fikir verin kəsrasına, Kitabullahi, dinun nəbiyyi, beytu muslimin, kəsra ilə. Kəsra, yəni biz dedik ki, isimlərin 3 halı var. Raf halında əsas dammə idi. Bizim mübtəda xəbərimiz ikisi də dammə ilə idi. Raf halında idi. Sonra nasb hal götürdü, yəni ona ətraflı baxmamışıq, yəni o fəthəli haldır. Və üçüncü hal car halı və onun əsas əlaməti kəsradır. Deməli, izafə söz birləşməsində birinci söz əlifləmsiz, tənvinsiz olur. İkinci söz isə car halında olur. Car halında olur, daimi. Həmçinin belə bir qeyd var ki, birinci söz yəni hallana bilər. Cümlədə yerinə görə əslində hallana bilər. Bəlkə ona nəsə başqa şeylər təsir eləyəcək. O hallana biləcək. Amma ikinci sözümüz daha car halındadır və o da dəyişməyəcək. İkinci söz əlifləmlə yaxud əlifləmsiz ola bilər. Məsələn, dinun nəbiyyi, peyğəmbərin dini, müəyyən peyğəmbərin dini. Beytul muslimi, əlifləmlə desəydik, olardı müəyyən müsəlmanın evi. Amma beytu muslimin, yəni hər hansı bir müsəlmanın evi, yəni müsəlman evi. Yəni kafir evi deyil, müsəlman evidir bu. İndi bir neçə əlavə nümunələr götürək. Yevmuddini, yevmuddini, olar haqq-hesab günü. İlahun nasi, ilahun nasi, insanların ilahı. Məscidun nəbiyyi, peyğəmbərin məscidi. Dinu Muhammedin, Muhammedin dini. Rizqullahi, Allahın rozisi. Həccül beyti, evin həcci, elə bir ki, da bizə amma sırf o
təyiniz söz birləşməsi kimi tərcümə edə bilməyəcəyik. Həccül beyti, yəni nəyin həcci? Yəni evin həcci. Yəni evin həcci, yəni Kəbəyə həccə getmək.